İstisnalar. Hər bir döyüş, hər bir qələbə, hər bir uğur və hər bir səhnə bir məqsədə xidmət edir. Bugün döyüş və səhnəni birləşdirən layihə Vətən sağ olsun haqqında danışacağıq. Azərbaycan televiziya tarixinin çox uğurlu hərbi layihəsi Vətən sağ olsun sona çatmaq üzrədir. Şəxsən mən qaliblərin adını öyrənmək üçün tələsirəm, amma səbr etmək lazımdır. İndi isə sizə Vətən sağ olsunun icmalını təqdim edirik. Vətən sağ olsun 5 layihəsinin ən vacib tərəfi bu il layihənin ilk dəfə Qarabağda keçirilməsi, iştirakçılarımızın isə əsgərlər olması idi. Yarış boyunca əsgərlər təkcə fiziki güc və strateji bacarıqlarını inkişaf etdirmədi. Əsl komanda olaraq ciddi mübarizənin nə olduğunu öyrənə, eyni zamanda təkcə yarışı uğurla başa çatdırmadı. Bu haqda ürəklə danışmağı, özlərini aydın ifadə etməyi öyrəndilər. Çətin oldu, amma bu nöqtəsindən gəldim. Və ən əsaslı odur ki, 5 hədəf var idi, 5 mərmi var idi. Hər hədəfi bir mərmi ilə məhv etdim. Yarış çox çətin və maraqlı yarışdır. Mən elə fikirləşirəm ki, ilk üçlüyü tutaram. Parkur məni çox yordu. Nəfəsimi çatdıra bilmirdim. Artıq nə qədər yorulsam da bu mənim atış açmağıma mane oldu. Veriliş davam etsə də çəkiliş prosesi bitib. Çəkilişdən sonra isə iştirakçılar məzuniyyətə getdi və bu vaxt ərzində birlikdə görüşmə fürsətləri də oldu. Ola bilsin ki, yaradıcı heyət nə vaxtsa Vətən sağ olsun 6 ilə bizi sevindirəcək. Sizə isə bu iddialı yarışı televiziyadan izləmək üçün son fürsət bu həftə sonu 22:00-da verilir. Zəfər əsgərinin sınaq meydanı Vətən sağ olsun hərbi yarışı bu şənbə 22:00-da İctimai televiziyada. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcək. Sevinç yaşına zəfər çələnginin tər qızıl gülü qayıtdı gülləri yığıb başına Vətən gülşəninin xarı bülbülü saçdı ətrin boğub sevinç yaşına zəfər çələngini tər qızıl gülü qayıtdı gülləri yığıb başına Vətən gülşəninin xarı bülbülü Əziz Şuşa, sən azadsan Əziz Şuşa, biz qayıtmışıq Əziz Şuşa, biz səni dirçəldəcəyik Dirçəldəcəyik Əziz Şuşa
çələnginin tər qızılı gülü qayıtdı gülləri yığıb başına vətən gülşəninin xarı bülbülü saçdı ətrini boğub sevinç yaşına zəfər çələnginin tər qızılı gülü qayıtdı gülləri yığıb başına vətən gülşəninin xarı bülbülü əziz Şuşa sən azadsan əziz Şuşa biz qayıtmışıq əziz Şuşa biz səni dirçəldəcəyik dirçəldəcəyik əziz Şuşa sən azadsan əziz Şuşa biz qayıtmışıq əziz Şuşa biz səni dirçəldəcəyik dirçəldəcəyik əziz Şuşa Əziz Şuşa, biz səni dirçəldəcək. Qonaqlarımız Vətən sağ olsun layihəsinin rəhbəri Zülfət Qasımova və ifaçı Elnara Xəlilovadır. Eyni zamanda Elnara xanım bu layihənin soundtrackini də səsləndirib və biz nəzərə alsaq ki, bu həftə sonu Vətən sağ olsun verilişinin son 2 buraxılışı yayımlanacaq. Yəqin ki, danışmağa söz çoxdur. Zülfət xanım, gəlin sizdən başlayaq. Siz ilk dəfə 2008-ci ildə bu layihəyə başlamışdınız. O vaxtdan bu vaxta nələr dəyişib, nələri dəyişdirə bildiniz? İstədiyiniz kimi alındımı? Siz bilirsiniz ki, Gənclər İdman Nazirliyi bir çox layihələri sırf vətənpərvərlik mövzusunda eləyir və son illərdə də daha çox ən böyük layihələri olan Şahinlər və digər layihələri də var ki, onlar artıq bir tarix yaradıblar. Amma son illərdə zəfərimizdən sonraki dönəmdə isə daha çox hərbi düşərgələr və bir çox bu tipdə olan yarışlar keçirilirdi və zəfərimizin 5 illiyi ilə bağlı olan illik proqram tərtib olunanda da Gənclər və İdman Nazirliyi qərar verdi ki, Vətən sağ olsun 5, Qarabağ Azərbaycandır buraxılışı da olsun deyə və bildiyiniz kimi Vətən sağ olsun layihəsi 2008-ci ildə birinci buraxılışı yayımlanıb. Birinci və ikinci Qarabağ müharibəsinin yəni iştirakçısı və veteranı olan adamla bir yerdə bu 5-ci buraxılışı etmək artıq tamam bir başqa təcrübənin nəticəsi idi. Birinci buraxılışda bizim təcrübəmiz az ola bilərdi, bizim məlumatımız az ola bilərdi. O vaxt üçün o da yaxşı idi. Amma bugünkü onun təcrübəsi və üstəgəldə layihənin şansı o idi ki, o həm çəkiliş quruluşçu rejissoru idi və quruluşçu rejissoru həm də aparıcısı olmaq çox çətin idi. Amma hər ikisinin öhdəsindən gəldi, bunu tamaşaçılarımız da gördülər, hər iki tərəfdən idarə edə bildi və üstəgəldə görünən qəhrəmanımız Rövşən idi, amma bizim görünməyən, adını çəkə bilmədiyimiz qəhrəmanlarımız da var ki, icazə verilmir adını çəkək. Vətən müharibəsi qəhrəmanımız var, həm də komandanın komandiri idi. Kapitanımız, orada gizirlərimiz var idi ki, çox peşəkar formada, hamısı da müharibə iştirakçısı, təcrübələri olan, onlar bizim əskərlərimizi hazırlayırdılar. Və sonra onlardan imtahan kimi o tapşırığın icrasını tələb edirdilər. Və nəticəni tamaşaçı görürdü. Elnara xanım, sizin üçün necə? Yəni sizcə Vətən sağ olsun 5 artıq sondur, yoxsa davam edəcək və sizin üçün bu
daimi, davamlı əməkdaşlıq nəyi ifadə edir? Vətənpərvərlik hissinin bu qədər güclü sizdə olmasından qaynaqlanır, yoxsa Rövşən Cahangirov, yoxsa MC Production necə ifadə edərdiniz? Bəli, mənə elə gəlir ki, o amillərin hamısını Aha, hər biri. sadalasaq düzgün, daha düzgün olar. Çünki vətənpərvərlik təkcə əldə silah tutaq ki, vətən sərhəddində keşikdə dayanmaq demək deyil əslində. Hər bir kəs öz vəzifəsində vicdanla, şərəflə, layiqincə öz vəzifəsini yerinə yetirərsə, bu ən böyük vətənpərvərlikdir. Mənim fikrimi bilmək istəyirsinizsə və təbii ki, biz hər birimiz burada əl-ələ veririk. Hərə bir ünsürdür. Bu layihənin hərə bir hissəsidir və balaca detallardan birləşib böyük bir layihə ərsəyə gəlir. Əlbəttə ki, mən çox qürur hissi duyuram, mən çox fəxr edirəm ki, bu cür dövlət səviyyəsində bir layihədə 2000-lərdən üzü bu yana mən də az da olsa hər hansı bir töhfəmi verə bilmişəm. Düşünürəm ki, o vaxtı da yerinə düşüb, vətən sağ olsun, soundtrack-i, yəni məhz mahnı şəklində, sözləri Vüqar Əbdulovun, musiqisi Vüqar Camalzadənin. Bilməm, xatırlayırsınız onu? Ölkəmiz olacaq xoşbəxt bəxtəvər, müzəffər ordumuz çalacaq zəfər, hamımız bu yolda göstərək hünər, deyək hər birimiz vətən sağ olsun, bizim ant yerimiz vətən sağ olsun. O vaxtdan bu yana vətən sağ olsun deyə gəlirik. Həqiqətən də Üzülfət xanımın sözlərinə qüvvət, çox xoşbəxtdik hər birimiz. Yaşasın Azərbaycan ordusu, yaşasın Ali Baş Komandan və mən çox xoşbəxtəm ki, bundan sonra da mən birinci layihədə iştirak edəndə heç vaxt mən düşünməzdim ki, bunun ikincisi, üçüncüsü və artıq beşincisi də nə vaxt ərsəyə gələcək. Ona görə də heç vaxt deməyək, heç vaxt bilmək olmaz. Bəlkə silsilə şəklində də davam elədi. Yəni bundan sonra da mən öz növbəmdə nə edə bilərəmsə, nə cür köməyim dəyə bilərsə, hər zaman hazıram. Zülfət xanım, siz vurğuladınız və biz də bilirik, bu layihənin bu dəfəki iştirakçıları əsgərlər idi doğrudan da və bir növ onun missiyasıdır da burada iştirak etmək məcburdur həmçinin. Sizcə onlar məcburiyyət kimi yanaşırdılar yoxsa yox? Onların öz müsahibələrində də bir-ikisi bunu etiraf etmişdi ki, yəni biz ilk yadınızdadırsa birinci buraxılışda sızma parkuru tapşırığı var idi. Onlar onda ayıldılar ki, onlar hara düşüblər. Ona qədər onlar belə tam olaraq təsəvvür etmirdilər ki, necə bir yarışa qatılıblar və onlardan nə tələb olunur. Amma onda artıq öz müsahibələrində də etiraf edirdilər ki, biz başa düşdük ki, bu o deyil də, burada məsuliyyət 1-ə 10 artdı. Çünki bu əskərlər bir nümunədirlər. Bilirsinizmi, bu əskər özü başa düşdü ki, o tək özünü təmsil etmir burada. O, Azərbaycanın silahlı qüvvələrini təmsil edir. O, burada özündən sonra sabah əskər gedəcək gənclər üçün nümunədir. O, bugünkü silahlı qüvvələrimizin bacarığını göstərməlidir. Və bu məsuliyyəti artıq birinci buraxılışda, birinci buraxılışın sonundaydı bu. Ona qədər yadınıza gəlirsə ssenaridə, onlar baxırdılar ancaq və nümunə olaraq hərbçilər göstərirdilər bu təlim məşqləri. Sonra artıq özləri icra edəndə başa düşdülər. Yaxşı, üzr istəyirəm. Birinci buraxılışın sonunda hiss etdilər onlar bu məsuliyyəti. Sizcə son buraxılışa qədər qoruya bildilər? Yəni o güc qalmışdı onlarda. Yorulsalar da bunu bildirmirdilər. Bu artıq onların böyüməsi idi. Yuxusuz olsalar da bildirmirdilər. Bu da onların böyüməsi idi. Məsələn, artıq yemək vaxtı çatırdı. Heç kimin yemək yadına düşmürdü, istirahət yadına düşmürdü və onlar bunu bacarırdılar. Mən sizə bunun bir başqa görünməyən tərəfini deyim ki, əskərlər artıq, bir də biz çəkilişimiz davam edə efir başladı. Onlar artıq öz əskər yoldaşları ilə bir yerdə efirdən buraxılışa baxanda bir başqa dəyişdilər.
Mən gənclər arasında, həmin bu iştirakçılar arasında olan münasibətlə bağlı sizə bir sual ünvanlayacağam, amma mənə elə gəlir sizə də maraqlı olar. Gəlin Elnara xanımdan bir izləyici rəyi alaq. Yəqin ki, buraxılışları izləyirdiniz. Bu vaxta qədər efirə gedən buraxılışlar içərisində ən çox ağlınızda ilişib qalan kadr hansı olmuşdu və ümumilikdə bu yarışların çətinliyi, parkur prosesi haqqında nə düşünürsüz? Öncə onu demək istəyirəm ki, əcaib dinamika var layihədə. Mən özüm də belə gözləmirdim və bir tamaşaçı kimi izlədim. Çünki bəli, mən bir növ bu işin mətbəxi sayılıram hardasa. Çünki bilirdim ki, qızğın çəkilişlər gedir və də çətindir o çəkilişi həyata keçirmək. Kim də bilməsə mən çox yaxşı bilirəm. Çünki cari real time-da, yəni həm yarış gedir, həm çəkiliş gedir. Yəni bunu həqiqətən də çox çətindir eləmək, inanın mənə. Çünki ondan sonra onun montajı var və s. və efirə verilmə forması var. Ancaq mən ilk buraxılışı görəndə mən şokdaydım. Yəni hətta anonsu paylaşdım ilk növbədə öz Instagram səhifəmdə. Gördüm, gələn rəylərdən də gördüm ki, yəni hər kəs belə alqışlayır, bəyənir. Və düşündüm ki, bu qədər əziyyət çəkilibsə, yəni istər o yarışları düşünən, o parkurları hazırlayan, istər onu həyata keçirən, icra edən, ən böyükdən tutmuş balacaya qədər, yəni kim varsa orada, onlar hamısı çox böyük əziyyət çəkiblər ki, bu bütöv layihə formasında həyata keçsin deyə. Odur ki, fürsətdən istifadə edib hər kəsə dərin minnətdarlığımı bildirirəm. İctimai televiziyaya, Dövlət Sərhəd Xidmətinə və İdman və Gənclər Nazirliyinə, hər kəsə, yəni bu işdə balaca da olsa payı, zəhmət olan hər kəsə özləri minnətdarlığımı bildirirəm və düşünürəm ki, hələ bu vaxta qədər Azərbaycan televiziyasında belə dinamik layihə olmamışdı. Elə bilirəm ki, yanılmıram. Həmkarlarımız da etiraf eləyir. Bəli. Hətta rəqib kanallarda olan həmkarlarımız da etiraf eləyir ki, çəkiliş yanaşmasına görə, montaj stilistikasına görə çox seçilən bir layihədir. Çünki Elnara xanımın da dediyi kimi, o real time-da bunu olduğu kimi çatdırmaq da çətindir və burada o əskərlərimiz qədər ağır əmək çəkiliş qrupunun da üzərinə düşür. İnanın ki, operatorlarımız əskər hərəsi hər biri bir dəfə qaçırdısa, o tapşırığı qət edirdisə, operatorumuz 12 dəfə qaçırdı. Siz təsəvvür edirsiniz onun çətinliyini. Və birinci başlayanda hava çox isti idi, sonuncunu çəkəndə çox soyuq idi. Gecə çəkilişləri, o 21 kilometr piyada qət edilən yol, o tapşırıq, bunların hamısında çəkiliş qrupunun əziyyəti doğrudan əvəz olunmazdı. Sonra montajda eyni şey, montaj rejissorlarımızın, hətta bir buraxılışımızda montaj rejissorlarımız 2 gecə evə getməmişdilər. 3 sutka montajda, yəni işdən evə getmədən çatdırmaq da lazım idi bunu. Amma bir kadrda olsa güzəştə getmədən montaj edirdilər onu. Hətta bəyənməyib, məcbur etdilər bizi ki, bunu bir də çəkin müsahibələrdə. Bu hissədə bunu təkrar bir də çəkin. Bunların hamısı layihənin hər birinə o qədər minnətdaram ki, titrlarda adları görünür, bütün çəkiliş heyətinin də. Hər birinə o qədər təşəkkür edirəm ki, mən birinci dəfə həqiqətən də komandaya o qədər arxayın idim ki, nə çəkiliş vaxtı, nə montaj vaxtı, heç bir nüansda mən müdaxilə etməmişəm. Nəzərə alsaq ki, çox dinamik keçirdi veriliş. Yəqin ki, sizin üçün o ağılda qalan kadr sualına cavab vermək o qədər asan olmayacaq, yox? Təbii ki, mən desəm ki, bəlkə də orada yoxdur elə bir kadr ki, mənim ağlımda ilişib qalması, yəqin ki, mənə inanmayacaqsınız, amma bu həqiqətən də belədir. Kadrlar özləri özlüyündə o qədər yenidilər ki, yoxdur orada elə kadr ki, məsəl üçün, istər tüfəngin lüləyindən bayrağın dalğalanması kadrımı deyim, avar çəkmə zamanı o əskərlərimizin təngənəfəs hər iki əlində avar dəniz sahili ilə qaçması kadrını mı deyim, yəni hansını deyim, yəni həqiqətən də bütövlükdə, ümumilikdə mən düşünürəm ki, bu layihə həqiqətən də öz layiqli yerini tapdı hal-hazırda və bundan sonra da hələ çox danışılacaq. Mənə gəlir ki, biz bütün missiyalardan danışdıq. Qalır Elnara xanımın missiyası. Hər birinizə iştirakınız üçün təşəkkür edirik və Vətən sağ olsun altını dərsində gözləyirik. Hər ikinizin iştirakı ilə, hansı rolda olmağınızdan asılı olmayaraq və Elnara xanım ifanızı eşitməyə hazırıq.
tarix adına. Ne yazdım sen yazdın zəfər əskəri, söykənib vətənin qayalarına, daşların üstündə yatan əskərim. Verdin qayalarla kürək kürəyə, gücünə güc qatdı vətən sevgisi. Atıldın irəli Qarabağ deyə, vətən sağ olsun deyə titrətdi səsin. Hünərin dünyanı heyrətə saldı, ey mənim qəhrəman igid əskərim. Sən haqq savaşında qələbə çaldın, bayrağa büründün kəndim şəhərim. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdın, yazdığın əsərin baş hərfi vətən. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdın, yazdığın əsərin baş hərfi vətən. Yazdığın əsərin baş hərfi vətən. Adına ne yazdım sen yazdın zəfər əskəri, söykənib vətənin qayalarına, daşların üstündə yatan əskərim. Verdin qayalarla kürək kürəyə, gücünə güc qatdı vətən sevgisi. Atıldım irəli Qarabağ deyə, vətən sağ olsun deyə titrətdi səsin. Hünərin dünyanı heyrətə saldı, ey mənim qəhrəman igid əskərim. Sən haqq savaşında qələbə çaldın, bayrağa büründün kəndim şəhərim. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdım, Qarabağ Azərbaycandır ey vətən. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdım, Qarabağ Azərbaycandır ey vətən. Qarabağ Azərbaycandır ey vətən. Qarabağ Azərbaycandır ey vətən. Qarabağ Azərbaycandır ey vətən. Qalib olmaq üçün əvvəlcə inanmaq, sonra istəmək lazımdır. Bu istək ürəyində daşıyan hər kəsə minnətdarıq. Qoy bu vətən həmişə ürəyində ona olan böyük hörmət və sevgini daşıyanların ayaq izi ilə səslənsin. Vətən sağ olsun.